Son zamanlar kommunal şikayət və narazılıqların qloballaşan və kütləviləşən bir parçasına çevrilə-çevrilədə artıq adiləşən və ənənəvi hal alan bir sahəsi də elektrik sağıcılarında peyda olan sürpriz sərfiyyat rəqəmləridir. Bu vəziyyət artıq o qədər kütləvi və intensiv hal alıb ki, səbəbkar və cavabdeh olan məsuliyyət sahiblərində də bir məsuliyyət öhdəliyi və nigarançılığı yaratmır. Sosial şəbəkələrdə və platformalarda bu sahədə olan şikayət və postların sayının günü-gündən artması da o abunətlərdən savayı heç kimi qayğılandırmır. Məsələ o qədər əlçatan və kütləvi əhəmiyyət daşıyır ki, əlavə əmək sərf edib faktları sıralamağa və konkret dəlillərlə sayğac-sayğac, abonent təhlil etməyə belə lüzum yoxdur. Hər halda mənzərənin təfərrüatlı izahını bu kiçik sujetin paylaşıldığı platformalara gələn şərhlərdən də anlamaq mümkün olacaq. Hər bir Azərbaycan vətəndaşı dövlət üçün bir mənəvi məsuliyyət olduğu kimi, onu elektrik enerjisi ilə təmin edən azraşıq açıq səhmdar cəmiyyəti üçün də eyni qaydada bir məsuliyyət daşıyır. Dövlət vətəndaşın ali vətəndaşlıq və konstitusiyon hüquqlarını qoruduğu kimi, xidmət təşkilatları da onun kommunal təminatının keşikçisi olmalıdır. Bir göz dövlətin istehsal etdiyi enerjinin sərfiyyatının dövlət büdcəsinə ödənilməsində olarkən, bir gözdə o enerjinin satılmasında və sərfiyyatının hesablanmasındakı şəffaflığın təminatında olmalıdır. Sayğac, obyektiv, abonent dürüst. Amma son zamanlarda elektrik sayğaclarında peyda olan sürpriz əlavə məbləğlər, sərfiyyatdan əlavə tətbiq edilən göstəricilər bu sahədəki şəffaflığı qaranlığa qərq edir. Məsələnin ən müəmmalı dəhşəti isə yaranan bu problemin gözlə qaş arasında həll edilə bilməsi, yəni silinib sıfırlana bilməsidir. Məsələn, vətəndaş şikayət edir və bu şikayətini sosial şəbəkələrdə paylaşır. Subyektiv olaraq qurumun əlaqədar idarə və strukturlarında vətəndaşla danışılır. Tez bir zamanda sərfiyyatdan əlavə tətbiq edilən məbləğ silinir. Daha sonra o abonentdən də sosial şəbəkələrdə paylaşdığı postların silinməsi xahiş edilir. Yəni bir dövlət qurumu səbəbsiz və izahsız formada öz vətəndaşı və öz abonenti qarşısında minnətli qalır. Hazırda söz açdığımız bu sahədəki ən işlək ənənə bax belə həyata keçirilir. Praktik olaraq hər bir abonentin elektrik sərfiyyatı haqqında detallı texniki məlumat və izahatlar verilmir.